Dizlərimdən həmişə əziyyət çəkmişəm. Dizimi qətləyə bilmirdim, gezə bilmirdim, axsıyırdım. Ayağım əyilməyə başlamışdı. Yan tərəfə əyilirdi ayağım. Ancaq iynə dərmanla gezirdim. Axır qərara gəldim əməliyyat eləməyə. Nicat doktoru çoxdan tanıyıram. 5 ilə yaxındır tanıyıram onu. Gəldim onun yanına, dedim bəlkə iynə zad vursun dizimə, kömək eləyər də yaxşı olar. Doktor dedi mənə ki, səndə 4-cü dərəcəli artrozdur. Onu iynə ilə zadla heç nə eləmək olmaz. Ona görə qərara gəldim ki, əməliyyat elətdirim. Əməliyyatım çox uğurlu keçdi, çox yaxşı oldu, çox rahat oldu mənim üçün. Dünən əməliyyat olunmuşam, bugün artıq gəzirəm, ayağımı yerə basıb gəzə bilirəm. Nicat doktora çox minnətdaram, çox təşəkkür edirəm ona. Çox yaxşı həkimdir, qayğıkeşdir, çox yaxşı mülayim danışır adamla. Onunla danışmaq, onun xəstəsi olmaq adama şərəf verir.